Bugün size dediğim, paylaştığım bu videolar illerdir, əsrlərdir. Bütün dinlerin, bütün müdriklerin, bütün agillerin demek istediği ümumi bir mənzərədir. Yani bütöv bir Kur'an kitabı, ondan qabaq İncil, ondan qabaq Tövrat, her şey ve sonda Nəsimi, mən Allahım deyirdi. Bütün dini kitaplar bize bax, məhz bunun üzerinde işləyir və bunu izah eləməyə çalışır. Bir növ sadə bir bənzətməklə. İnsan şuuraltı biz ana bətnində hansı ki münasibət zamanı hüceyrələr birləşir, zigota yaranır və şuuraltı orada fəaliyyətə keçir. Bir növ əməliyyat sistemi. Bildiğin əməliyyat sistemi. Yəni kompüter istilənir, soyudur, yandırıb, söndürür, bütün bax o əməliyyat sistemi yazılmış bir növ notebook'a, bütün telefona, her şey yazılan bir əməliyyat sistemidir, şuuraltı. Yəni o bax bu aparata xidmət edir. Yəni kompüterə xidmət edir. Bu bir mənalı belədir. Bunun başqa bir alternativi yoxdur. Bunun başqa bir alternativi yoxdur. Heç kim də bunu sübut edə bilməz. Bu həqiqətdir. Və bu sistemi idarə edən şuuraltıdır. Biz doğuluruq bu dünyaya ve bizim başka canlılardan fərqləndirən bütün canlılardan tek bir xüsusiyyətimiz var. O da bizim Adəm olmağımız. Adəm soyundan. Adəm soyundan olmağımız da prefrontal korteksdir. Yani sonradan yazılmış program. Bizim şuuraltımız bizim bütün canlılarla ortak olan əməliyyat sistemidir. Yetməyimizi, içməyimizi, yatmağımızı, durmağımızı, arzularımızı, istəklərimizi, cins əlaqədə olmağımızı, nəsil artırmağımızı təmin edən bir əməliyyat sistemidir. Şuur isə sonradan verilən, bizə insan olaraq torpaqdan yaranan o bax Adəmdir. İblis dediğimiz Kur'an'ın şeytan dediği ise ottan yaranan ve əsrlər boyudur bu canlı tek biz yok. Bütün canlıları canlı olarak tutan ve onları təmin edən, yaşadan bir əməliyyat sistemidir. Bəs biz kimik? Bəli, biz isə account. Bax, Nəsimi burada girir mövzuya. Allah, sen bir dünyasan. Bax, sen bir kainatsan. O kainatın Allah'ı kimdir? Sensen. Ne zaman Allah olursan? Estağfurullah, şərik koşma. Bu həqiqət istəyirsən, şərik koşsun, git. Neyse elə. Bu həqiqət uğruna yaşayır insanlar. Bu həqiqət uğruna Nəsimini susturdular. Bəli, sen ne zaman Allahsan? Bax, şuuraltı var. Səni yarattı. Əməliyyat sistemi. Səni yaşadı. Sənin xəbərin yoxdur, acıyırsan. Sen tuvalete gitməyi yüzünü nizamlaya bilmirsən. Şuuraltı eləyir. Ona deyir iblis. Bəs şuur nədir? Şuur sənin bilgilərin, hansı ki xəbərin yoxdur. İnternetə qoşulursan, endirilir. Ha, bax, o sonsuz bilgi. Şuur torpaqdan, şuuraltı otdan yaranır. Yəni biri partlayış dövründə, biri istiləşmə dövründə torpaqdan. Sənsə bunların içində accountsan. Account, kimlik. Bəli, bunlar ikisi aktivdir. Bəli, biri işləyir, hərəkət edir və biri də ki, bilgi ilə içi doludur. Bəs sən kimsən? Sən, bax, bugün ad qoyuldu, Vüqar, account açıldı. Açdırdın, mənlik. Sənsə accountsan və sən Allahsan. Nəsimi onu deyirdi ki, mənəm Allah. Mən ona görə Allaham ki, sən ona görə Allahsan ki, sənin başqa dünyada daşlamırsan Kəbəni, sən bu şeytanla bu Adəmə sahib çıxanda sən Allah olursan. Bəli, necə? Sən istəkləri idarə edə bilmirsən. Bu istəyir. Bu şuuraltı əməliyyat sistemi itdə də eyni işləyir, səndə də, məndə də. Bəli, bu yemək istəyir, su istəyir, nəfəs alır, ürəyimizi tənzimləyir, hər şey o eləyir. Bu iş istəyir. Amma sənin, mənim itdən fərqimiz var. Bizim daha başka bir sistemimiz de var. Bizim şuurumuz var. Adem tərəfimiz var. Ama mən nə Adəməm, nə şeytanam. Mən Allaham. Ne zaman Allaham? Çəkilirəm kənara. Baxıram bu
mexanizmə, bu sistemə. Dön görüm ha, bu suyu istəyən kimdir? Şuuraltı. Müraciət edirəm şura. Şuurlu şəkildə bu dəqiqə bu suyu içmək olar, yoxsa olmaz. Bu hər gün acıyır. Bu baxıram ki, bu elə it harda nə tapır yeyir. Bu mənim deməli bu yeməlidir, bu təmin eləyir. Bu bilmir çünki. Bura müraciət edirəm. Adəm tərəfimdən baxıram. Buna görürəm ki, yox, bu dəqiqə yeməsəm ölmürəm. Bütün davranış və hərəkətlərimizi iblis və Adəmi ikisini bir yerdə aktivləşdirib, bir yerdə harmoniyada işlədəndə mən öz dünyamın Allahıyam. Nəsim onu deyirdi. Bəli, mənəm bu dünyanın Allahı. Bunun. Çünki mən iradəliyəm və mən yaradıcı kainatın əslində bütün elmin qanunlarını əhatə edən yaradanın insan sifətində təcəllisiyəm. Bəli, mən, sən, insan. Kim ki, yaradanın ilahi sistemin, bax bu şuurlu sistemin ədaləti yoxdur. Bəli, 2 dənə Prado ilə bir dənə 06 toqquşur. Prado hansının dəmri qalındır, nəzik, birinin dəmri nəzikdir. Qalın dəmri olanların içindəkilər sağ qalır, onlar ölür. İnsan formasında, insan, bax, Allahın 99 ismi məhz yaradıcı kainatın insan formasında təcəllisidir. İnsan, bəli, ona görə deyirdi Peyquran ki, yaradan səni xəlifə yaradıb, sənə öz ruhundan üfürüb, bəli, sənin daşıdığın o əməliyyat sistemi, şuuraltı kainatın yarandığı gündən sənə üfürdüyü, bax o şuuraltıdır, yəni şuurdur səni yaradan. O yaradıcı kainatın insansı forması isə sənsən, sənin möhrün var, sənin beyin quruluşun, barmaq ucun, dil ucun. Sən bu dünyada o Allahın 99 ismini təcəlli elətdirməlisən və göstərməlisən ki, mən yaradıcı kainatın qadir sifətiyəm, mən yaradıcı kainatın adil sifətiyəm, çünki yaradıcı kainat gözə görünmür. O hər yerdə də hər şey əhatə edir. Amma məhz onun o 99 ismi insan formasında təcəlli edir. Nəsimi də bunu deyirdi. Bəli, sən Allahsan. Amma başqaları üçün yox. Sən öz dünyanda iblis və Adəmi bir araya gətirib, Adəm sifətində yaradanın sifətini təcəlli edən bir varlıqsan. Bəli, çünki sənin içində yaradanın ən gözəl 2 neməti var. 2 sifəti, 2 gücü var. Sənə bu gücü ona görə verib ki, sən onu təcəlli elətdirəsən. Sən adil olasan, ədalətli olasan, aqil olasan, bütün mahiyyəti ilə yaradıcı kainatın, bax, məhz insan formasında tək insanın nəsib elədiyi o adəmliyindən istifadə edib öz kainatın, öz dünyavın yaradanı olub. Bu insanlığa, bax, bu canlılığa bir sima olaraq möhrünü qoyub getməlisən. Necə ki, Məhəmməd qoydu bunu, necə ki, Nəsimi bunu qoydu, necə ki, Tesla qoydu, necə ki, Einstein qoydu. Bəli, hər kəsdə olan, hər kəsin içində olan o aliliyi ortaya qoydu. Kimlərsə o içindəki o aliliylə daş yalayır, daş. Bax, onlar şərik qoşanlardır. Bəli, çünki onlar mahiyyəti anlamadılar. Çünki onlar öz içlərinə dönmədilər. Çünki onlar öz içindəki ruha hörmət qoymadılar. O müqəddəs ruhla yenə getdilər, səcdə elədilər. Onlar artıq idarə eləmək lazımdır. Onlar artıq öz inanırlar, onlar düşünmək istəmirlər. Bütün heyvanlarda olan inam hissi insanda da var. Amma insanı heyvandan fərqləndirən düşünməkdir, şuuru. Onlar şuura istinad eləmədilər. Onlar kimisə dalıca düşdülər. Onlar inandılar. İnananları isə idarə eləmək lazımdır. Düşünənlər isə artıq anlayır və istəyir ki, bax, o yaradanın o ismini təcəlli elətdirsin. İnanmaq, yenə deyirəm, bütün canlılara xas olan bir şeydir. Bütün canlılara. Amma şuur tək Adəm, bax, Adəm tək
insana məxsusdur. İnsanlıqsa bunun fərqində deyil.